Sinifdə 24 şagird oxuyur və oğlanların sayı qızların sayının 5də 3 hissəsinə bərabərdir. Sinifə 3 oğlan və 3 qız gələrsə, oğlanların sayı sinifdəki şagirdlərin sayının hansı hissəsini təşkil edər? Burada tam isim modeli də istifadə edə bilərsiniz və yaxud da 3x qədər oğlanlar, 5x qədər qızlar varsa sinifdə toplam 24 edir. Yəni 3x ilə 5x toplasaq 8x bərabərdir 24-ə. Və buradan da x bərabərdir 3 alarıq. Deməli, oğlanların sayı 3 vurulsun 3, 9. Qızların sayı 3 vurulsun 5 bərabərdir 15 olar. Və yaxud 24-dən 9 çıxsaq 15 qalar. Oğlanların sayı 3 nəfər artır, plus 3. Qızların sayı da 3 nəfər artır. Deməli, burada alırıq 12, burada isə 18. Və sinifdə şagirdlər 24 nəfər idi, 3 də artdı, 30 nəfər oldu və ya 12 üstə gəl 18, 30 edir. Oğlanların sayı 12 nəfərdir, bütün sinifdəki şagirdlərin sayı 30 nəfərdir. Və oğlanların sayı bütün sinifdəki şagirdlərin sayının hansı hissəsini təşkil edir? 12 və 30-un hər ikisini 6-ya bölə bilərik. 6-ya ixtisar etsək, burada 2, burada isə 5 qalar. Deməli, 5də 2 hissəsini təşkil edir.